Bax, bu dəqiqə çox maraqlı bir yerdəyik. Əslində ümumən də mənim bildiyim Bakı şəhərindəkilər xaric neçə dənə karvansaray var? Mən 2 dənə karvansaray tanıyıram açığı. Biri Sanqaçalda yerləşən karvansaraydır və ikinci də ki Qaraçı karvansarayı və bu çox Sanqaçalın dərinliklərində yerləşir. Ətrafında hər yer daş karxanalarıdır. Gəlib çıxmaq bura biraz çox əziyyətlidir əslində. Norm Sementinin ərazisindən gəlmək olur da, amma buraxmırlar. Və karvansaray arxamızda. Bu da həmin karvansaray. Deməli, bu karvansaray da 14-cü əsrin tikilisidir. Tamamən unudulub. Çünki Sanqaçal karvansarayından fərqli olaraq bu elə bir yerdədir ki, bu heç görsənmir də. Ən azından o dəniz kənarı yolun qırağından görmək olur onu. Bu tamamən unudulub. Yəni 5 il bundan qabaq burada olmuşdum və açığı bu dəqiqəki durumu tamamən bərbaddır da. Bildiyin məhv olub. Tamamən məhv olub. Qorunmalıdırmı? Mütləq şəkildə bura qorunmalıdır. Çünki 600 il bu karvansarayın bir yaşı var. Və Şirvanşahlar dönəminin bizə bir növ nə deyirlər ona, söz də ifadə də yadımdan çıxdı. Bizə qalan bir xatirədirmi, mədəniyyətdirmi, tarixdirmi? Yəni bunu niyə məhv edirlər? Niyə məhv edilir? Yəni bu cür bir tarixi abidədən. Tamam da şəhərdən çox uzaqdadır. Yol infrastrukturu yoxdur. Amma bu o demək deyil də. Yəni bu vəziyyətdə bura qalmalıdır. Bu bir dəqiqə bunun arxasıdır. Hələ ki çöl görüntülərini çəkirəm. Zaten bu yağları artıq uçulmuş, dağılmış vəziyyətdə görsənirdi. Kifayət qədər uçulub, dağılıb. Divarlarında heç bir kitabə yoxdur. Yalnız giriş qapısında sınmış bir kitabəni görə bilərik. Yeri gəlmişkən bu da Şirvanşah Xəllahın, amma ikinci Xəllahın dönəmində inşa olunmuş bir karvansaraydır. Uçub dağılmış bu karvansarayın girişidir. Tam burada barmağımın hissəsində orada kitabəsi var. Amma kitabə təbii ki uçulub dağıldığına görə o kitabəni oxumaq olmur. Və bu giriş hissə. Giriş hissədə ən çox diqqəti çəkən nədir? Divardakı bu elementlər. Bu təbii ki 14-cü əsrə aid olan elementlər deyil. Yəni bu Şirvanşahlar dönəminə aid olan elementlər deyil. Bu girişdə var. Əslində bu elementləri şeydə də görmək olur. Burada hətta düzdür, ərəbdir, farsıdır, nədir bilmirəm, oxuya bilmədiyim üçün bir şey deyə bilmərəm. Bu elementləri Cingırdağdakı Qobustan qaya rəsmləri olan ərazidə də görə bilərik. Məhz bu çelvecikləri. Düşünürəm ki bu türk tayfalarına məxsus olan bir elementlər toplusudur. Buradan keçirik bir otaqlara. İt günündə otaqlar. Açıq deyim, tam tağlı yerlərə girməyə də ehtiyat eləyirəm ki uçub dağlar. Burada bir iki otaq. Daha sonra burada belə bir yer.
Təbii ki, burada tağlar qalıb, amma üstü yox olub artıq. Daha sonra yan tərəf. Çox maraqlıdır. Bura deməli taxta vurublar. Yəqin ki, nə vaxtsa buranın girişi falanı məhdudiyyətləşdirilmiş olub. Burada böyük bir zal var. İçəridə bildiyin heyvan qoxusu gəlir. Qoyun quzu saxlayırlar burada. Hər kimdə gəlibsə də sırası öz adını yazıb. Və bir də buradan ibarətdir. Bir də bunun ikinci mərtəbəsi var. İkinci mərtəbəyə də qalxaq. Və kiçik orada da otaq var. Eyni ilə bu yan tərəfdəki otaqlar kimi. Buradan indi qalxırıq yuxarıya. Bu dəqiqə ikinci mərtəbədə. İndi buradan biraz ekstremal halla burada belə bir şey var. Görüm. Hoppa. Okey. Mesela. Bu da bunun ikinci mərtəbəsi. Gəldik çıxdıq bunun ikinci mərtəbəsinə. Uçulub dağılmış bir tarix. Yəni bu dəqiqə buradan mən yıxılsam meydim qalacaq. Bu da Hüseyin. Bir sözlə Qaraçı Karvansarayında da çəkilişi bitirdik və yenə də dönə-dönə təkrar edirəm. Çox təəssüf hissi ilə bildirirəm ki, bu cür tarixi abidələr 600 illik bir tarixi abidə təəssüflər olsun ki, bu vəziyyətdədir. Çox təəssüflər olsun ki. Heyf. Və səfərimizə davam. Belə.